Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda dayanacağa yaxın, məktəbə yaxın belə bir 2 mərtəbəli 6 otaqlı həyət evi satışdadır. Evin də torpağında sənədləri tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Ev 2,5 sot torpaq sahəsində tikilibdir. Belə bir evin həyəti, geniş bir həyəti qalıbdır. Kommunal xətlərin hər biri çəkilib. Kanalizasiya sistemi mərkəzidir. Həyət göründüyü kimi belə bir geniş trap xətti qoyulubdur. Darvazası güləşmək üçün də yer saxlanılıb. Ev tam təmirli vəziyyətdə, çox geniş otaqları, işıqlı otaqları var. Evin bir daha üst görünüşünü göstərim. İsitmə sistemi kombi sistemidir. Mərtəbələr arası monolit betonludur. Kombi aparat üstündə yeri hazır vəziyyətdə saxlanılıb burada. Ev 5 daş kürsüdədir. Evin bir daha həyətini göstərim. Göründüyü kimi həyətinə də daş döşənibdir. Və belə bir, buradan da evin zirzəmisi. Zirzəmiyə düşmək üçün yerdə saxlanılıbdır. İndi isə evin içərisinə daxil olaq. Evə daxil olduqda geniş bir dəhlizi, belə bir geniş dəhlizi, döşəmə sistemi birinci mərtəbədə istilik sistemidir. Göründüyü kimi metal döşənir. Bura koridoru, bax burada da geniş yer saxlanılıbdır ki, buradan da şkaf yığmaq olar. İkinci mərtəbəyə qalxmaq üçün pilləkəni, geniş bir zal otağı var. Zal otağı 8-20-nin 4-ə. Belə bir geniş zal otağı. Döşəməsi taxtadır, laq vurulub. Kondisioner üçün işıq xətti çəkilibdir. Görünür ki, bax, belə bir genişlikdə zal otağı var. Otaqların qapıları dəhlizə açılır. Bura isə mətbəxi. Qeyd etdiyim kimi, birinci mərtəbə istilik sistemidir. Bura geniş bir mətbəxi. Mətbəxin də 4,60-ın 3,80-da. Yəni 3 metr 80 sant və 4 metr 60 sant. Belə bir geniş mətbəxi var. Burada pilləkən altında yer saxlanılıbdır ki, orada da şkaf yığmaq mümkündür. Bura isə birinci mərtəbədə ikinci bir otağı. Pəncərəsi isə öz həyətinə baxır, evin yan tərəfinə. Və istilik sistemində kollektorlar bax, göründüyü ki, burada yığılıbdır. Birinci mərtəbədə yerləşən hamam otağı, metlaq kafeldir. Aksessuarlar alıcı əsaslar arasında razılaşma yolu ilə qoyula bilər. Ev çox genişdir və ona görə deyirəm ki, belə bir ətraflı çəkiliş edeyim burada. Evi daha yaxşı çəkib göstərə bilim. Birinci mərtəbə ilə tanış olduq, indi isə ikinci mərtəbəyə qalxaq və burada ikinci mərtəbəyə qalxdıqda, ikinci mərtəbədə də çox geniş bir dəhliz, belə bir geniş dəhlizi var. 4 yataq otağı yerləşir ikinci mərtəbədə, geniş işıqlı yataq otaqları. Bura bir yataq otağı. Otaqlar kifayət qədər genişli otaqlar. Bura ikinci bir yataq otağı. Qapılar təmiz taxta qapılardır. Göründüyü kimi də pəncərələrin hər biri şəbəkə sistemində yığılıb. Buradan isə balkona çıxışı. Burada üçüncü bir yataq otağı. Ümumilikdə 6 otaqdır. İkinci mərtəbədə 4 yataq otağı yerləşir. Və burada isə 4-cü yataq otağı ikinci mərtəbədə. 6 otaqdan ibarət. Qeyd etdiyim kimi də sənədlər tam qaydasındadır. Evin də torpağında sənədləri var. Və burası geniş bir hamam otağı ikinci mərtəbədə. Və duş qabının içində yeri bax belə bir saxlanılıbdır orada. Bir daha evin dəhlizini göstərim. Qeyd etdiyim kimi evin sənədləri qaydasında ipoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Evin başlanğıc qiyməti 205.000 manat deyilir. 205.000 manat və real alıcıya endirim olunacaqdır.